Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Və salatu və salamu ala əşrefil ənbiya vəl mursalin. Seyyidina və nebiyyina və mevlana Əbəl Qasimi Mustafa Muhammed sallallahu aleyhi və alihi və səlləm və alihi teybinə tahirin və la'nətullah ala a'laihim əcma'in. Minəl an ilə qiyami yevmiddin. Əudu billah səmil alim minəşşeytanirracim. Rabbi şrah li sadri və yəssirlə əmri vəhlul uqdətən min lisani yəfqəhu qavli. Allah bu cümlənin hörmətini İmam Zaman əleyhissalamın zuhurunu təzil eləsin, ağanın qəlbimizdən razı və xoşnud eləsin. Allah bu mübarək Ramazan ayında tutduğumuz orucları ali dərəcədə qəbul etsin inşallah. Kimin xəstəsi var, kimin çətinliyi var, dərdi var. İnşallah xəstələrə şəfa çətinlikdə olanlara tezliklə nizat versin. Allah bu cümə günündə qılınan cümə namazları, edilən ibadətləri qəbul eləsin. Allah bizi bir-birimizə daha da mehriban eləsin inşallah. Hucurat surəsinin davam edirik. Gəldik, çatdıq 14-cü ayəyə. Demək olar ki, bir neçə cüməyə yekunlaşdıracağıq. Ondan sonra başqa bir mövzuya keçid edəcəyik. Gəldik növbəti ayə 14-cü ayədir Hucurat surəsində. Buyurur ki Allah, Bismillahirrahmanirrahim. Qalətil ə'rabu əmənnə qul ləm tu'minu və ləkin qulu əsləmnə və ləmmə yədxulil imanu fi qulubikum və in tuti'ullah və rasuləhu lə yəlidhukum min a'malikum şey'un innallaha gafurun rahim. Min a'malikum şey'ən innallaha gafurun rahim. Buyurur ki, ərəblər, bədəvi ərəblər gəldilər Peyğəmbərin yanına və dedilər ki, ya Rasulallah, biz iman gətirdik. Allah dedi, ey Peyğəmbər, sən onlara de ki, siz iman gətirmədiniz. De ki, onlara de ki, siz iman gətirmədiniz. Siz sadəcə olaraq neynədiniz? Deyin ki, biz təslim olduq, müsəlman olduq, İslam gətirdik. Və iman hələ bizim qəlbimizə, sizin qəlbinizə daxil olmayıb. Və Allaha, onun rəsuluna itaət etsəniz, Allah sizin əməllərinizdən bir şeyi azaltmaz, əskiltməz. Allah Gafurdur, rəhimdir. Günahları gizlədəndir, bağışlayandır və s. Bu 14-cü ayə və 15-ci ayədə, bugün iki ayəni bir yerdə danışacaq. 15-ci ayədə də buyurur ki, İnnəmələ mu'minunə əllezine amenu billah və rasulihi thumma lem yertabu və cahadu bi əmvalihim və ənfusihim fi səbilillah ulaikə humus sadiqun. Möminlər, yəni iman gətirənlər də o kəsdir ki, onlar Allaha iman gətirirlər. Onlar Allahın elçisinə iman gətirirlər və iman gətirdikdən sonra şübhəyə düşməzdir. Və öz malları ilə, canları ilə cihad edərlər Allah yolunda. Onlar doğru danışanlardır. Deməli, bu ayənin nazil olma səbəbi, birinci bunu qeyd edək ki, Bəni Əsəddən olan bir qəbilə, bir dəstəsi gəldi Peyğəmbərin yanına ki, o dövrdə, bir ildə, hansısa bir ildə qıtlıq baş verdi. Və gəldilər Peyğəmbərin yanına, Peyğəmbərdən kömək istədilər. Qıtlığın qarşısı alınsın deyə Peyğəmbərdən kömək istədilər. Və dedilər ki, ya Rasulallah, biz sənə iman gətirdik. Sanki o Peyğəmbərdən kömək istəyirdilər və o köməyin müqabilində dedilər ki, biz iman gətirdik. Peyğəmbərə iman gətirdilər. Allaha iman gətirdilər. Və bu hadisə baş verir. Onlar şəhadət gətirirlər. Allaha şəhadət verirlər. Peyğəmbərin peyğəmbərliyinə şəhadət verirlər. Və deyirlər ki, ya Rasulallah, ərəb tayfası səninlə döyüşdü, amma biz səninlə döyüşmədik. Bizim indi bir çətinliyimiz var, qıtlıqdayıq və sənə iman gətiririk. Sanki Peyğəmbərə minnət vurmaq istədilər. Ki, bax, biz sənə iman gətirdik, ha.
Sən bizim dediklərimizə kömək elə. Bizim məsələn çətinliklərimizi həll elə. Və bu ayə nazil oldu ki, ya Rasulullah, onlara de ki, siz iman gətirməmişsiniz. Sadəcə o təslim olmusunuz. Müsəlman olmusunuz. İman gətirməklə, mömin olmaqla müsəlman olmanın arasında fərq var. İman sizin qəlbinizə hələ daxil olmayıb. Onlara de. Və de ki, Allaha itaət etsəniz, onun rəsuluna itaət etsəniz, sizin əməlinizdən bir şey əskiltməyəcək Allah. Allah bağışlayandır. Allah yəni əməllərinizi əskilləyib nəsə etməyəcək, bağışlayandır, gizlədəndir. Sonra gəlir möminin xüsusiyyətindən danışır ki, mömin o kəslərdir ki, Allaha iman gətirir, onun elçisinə iman gətirir, şübhəyə düşmür və s. ki, bayaq oxuduq. Ayənin nazil olma səbəbi budur. Bəni Əsəd qəbiləsinə görə nazil olur. Bundan öncəki ayələrdə təqvadan danışdıq. Dedi ki, təqva iman ağacının özdə ruhun dərinliyində olan kök atmış, ruhun dərinliyində kök atmış imanın məhsuludur təqva. Təqva nədir? Soruşsalar ki, təqva nədir? Deyəcək ki, təqva ruhun dərinliyində kök atmış bir imanın məhsulu sayılır. İmandan qaynaqlanır təqva. Maraqlı bir məsələdir, çox maraqlıdır. Deməli, təqva imandan qaynaqlanacaq. Mən təqvalı olum, yox. İman gətir, imanın şərtlərinə düzgün riayət elə, təqva oradan qaynaqlanacaq. Çünki təqva ruhun dərinliyində kök salmış iman vasitəsinin qaynaqlanır, üzə çıxır. Və sonra gəlir növbəti ayədə, təqvadan danışdıqdan sonra növbəti ayədə, keçən dəfə təqva barəsində dedik, növbəti ayədə gəlir imanın həqiqətindən danışır ki, iman nədir? Və imanla İslamı fərqləndirir ki, Bəni Əsəd iman gətirdilər güya. Deyirlər, yox, siz iman gətirməmisiniz. Siz müsəlman olmusunuz. İslamı qəbul etmişsiniz. Müsəlman olmaq zahiri formada müsəlman olmaqdır. Şəhadət dedin, şəhadəteyn deyirlər də, kəlmə, şəhadət kəlməsini deyirsən və bu olur İslam. İslamı qəbul etdin. Və sən müsəlmansan, səninlə müsəlman kimi rəftar olunacaq. Müsəlman necə qorunur, siz də qorunacaqsınız. Müsəlmanların hansı şəri hökmləri varsa sizə də aid olacaq. Amma iman gətirmək deyil bu. İman çünki batini bir məsələdir. Batinə aid olan bir məsələdir. Batini həqiqətdir. İndi biz baxmalıyıq özümüzə ki, biz iman gətirmişik, yoxsa müsəlman olmuşuq. İslamı qəbul etmişik. Aralarında fərq var. İslamın yeri dildir. Dildə şəhadət verdin, İslamı qəbul etdin. Amma iman qəlbi bir məsələdir, qəlbə aid olan məsələdir. İslamda şəxsi mənafi ola bilər. Yəni, şəxsi mənafiyimə görə mən gəlirəm, İslamı qəbul edirəm. Şəxsi bir qərəzim var və yaxud qərəz deməyim, şəxsi bir istəyim var, ona görə gəl müsəlman oluram. Görürəm ki, müsəlmanlar çox hörmətlidir, hörmət edir. Şəxsi bir mənafiyimə görə gəlirəm, müsəlman oluram. Amma iman elə deyil. İman şəxsi mənafiyə görə olmur. İman insanın ruhunun formalaşması deməkdir. İmanda artıq ixlas olar. İman şəxsi mənafi ilə qarışmaz. İmanda fədakarlıq olar. İmanda qarşı tərəfi düşünmək olar. Şəxsi mənafi imanda artıq yoxluq olur. Yox olur. Aradan gedir. Onun barəsində söhbət eləməyə ehtiyac olmur. Ağlına gəlmir belə şəxslərin, imanlı şəxslərin. İslamın şəxsi maraqdan qaynaqlanan stimulları ola bilər. Müsəlmanam, şəxsi bir marağım var və o mənə stimul verir ki, mən müsəlman oluram. Amma iman mənəvi stimullardan qaynaqlanır. Elm, agəhlıq, mənəvi mərhələlər onlardan qaynaqlanır. Görün, nə qədər fərqi var. Deməli, müsəlman, bəzən müsəlman ola bilər. Sənin müsəlman olmağına stimul nədir? Sənə nə motivasiya verir ki, müsəlmansan? Bir dənə mənim məqsədim var, şəxsi hədəfim var. Amma iman o cür deyil. İman mənəvi stimullardan qaynaqlanır. Mənəviyyata söykənir, Allaha söykənir. Müsəlman gəlib müsəlman olur, İslamı qəbul eləyir, ola bilər ki, orada Allah yoxdur. Allahı qəbul eləyib, amma əməllərində Allah yoxdur. Heç ümumiyyətlə əməli yoxdur.
Ona görə biz deyirik ki, bütün hamı müsəlmandır. Heç kəs, məsələn, ola bilər ki, namaz qılmır, oruç tutmur, müsəlmandır. Müsəlman sayılır. Amma iman, ümumiyyətlə, namaz qılan da özü mömindir, iman gətirmişdir. İman, yəni mömin olan. Mömin də onu demək biraz çətindir. Hə, möminliyin dərəcələri ola bilər. Ola bilər ki, biri namaz qılmır, ibadət etmir, amma kasıblara kömək edir. Bunun imanı ora qədərdir. Amma məsələn, sənin imanın tutaq ki, gecə namazına qılmağa qədərdir, irfani mərhələləri keçməyə qədərdir, o qədər sənin imanın var. İman hətta bu dərəcə ilə fərqlənə bilir, əməldə fərqlənə bilir. Lakin demək olmaz ki, namaz qılan elə iman gətirib. Onun əməllərinə baxasıq. Hə, namaza qədər iman gətirmirsən. Qəlbin Allaha bağlıdır yoxsa yox? Demək olmaz, bütün müsəlmanlar elə iman gətirəndir. Biraz incə məsələlərdir. Bunu vaxt tələb edir ki, bu barədə oturub geniş danışaq. Təqva maraqlıdır. Baxın, diqqət eləyin. Bax, təqvadan danışırıq da. Danışdıq kesinliklə təqvadan. O təqva nədir? O təqva nədən qaynaqlanır? Müsəlmanlıqdan, İslamdan qaynaqlanır? Yox. O təqva həmin bu imanın budaqlarında yetişir. İman bir ağacdır, təqva da onun budağıdır. Onun budaqlarında yetişir. Təqvanın kökündə iman olmalıdır. Qul ləm tu'minu. Yox, siz iman gətirməmsiniz. Lakin qulu əsləmnə. Deyin, siz müsəlman olmuşsunuz sadəcə olaraq. Və ləmmə yədxulil iman fi qulubikum. İman hələ sizin qəlbinizə daxil olmayıb. İman batini bir məsələdir, mənəvi bir məsələdir. Bir müsəlmanda başına bir bəla gəlir. Məsələn, mən müsəlmanam. Başıma bir böyük bəla gəldi. Misal üçün, övladımı itirdim, misal üçün, işimi itirdim, misal üçün, nə bilim, filan qədər pulumu itirdim, özümdən çıxıram. Deməli, mən sadəcə olaraq zahiri müsəlman olmuşam. Amma batində iman gətirməmişəm. Sən iman gətirməmişsən ki, ruzini də verən Allahdır, ruzini alan da Allahdır. Sən iman gətirməmişsən ki, sənin övladın sənə məxsus deyil. Allahın sənə verdiyi əmanətidir. Bax, bu imandır. Burada iman olarsa, insan burada səbirlə davranırsa, bu imandır. İmanın göstəricisidir. Ona görə müsəlman olmaq kifayət eləmir. Həyatda müsəlman olmaq kifayət eləmir. İman da gətirmək lazımdır və ən əsası ilə iman gətirməkdir. Həzrət Peyğəmbər buyurur ki, Əl-İslamu alaniyyə vəl-iman fil-qalb. Əl-İslamu alaniyyə vəl-imanu fil-qalb. Buyurur ki, İslam üzdədir, müsəlmanlıq üzdədir. Amma imanın yeri qəlbdir, insanın qəlbidir. İman qəlbdən qaynaqlanır, qəlbdə olmalıdır. İmam Sadiq əleyhissalam həmçinin buyurur ki, Əl-İslamu yuhqanu bihid-dəm, tuəddi bihil-əmanə, tustahallu bihil-furuc, əth-thəvab aləl-iman. Buyurur ki, İslam səbəb olur ki, insanın qanı qorunur. Ki, o dövrdə indi döyüş olurdu. Sən artıq Peyğəmbərə qoşulurdular, məsələn, İslamı qəbul edirlər, sən düşmən deyilsən. Ki, o müşriklər ki, Peyğəmbərlə döyüşürdü, müsəlmanlarla döyüşürdü, onlardan sayılmırsan. Və İslam, müsəlman olmaq əmanətin qaytarılmasına səbəb olur. Onun əmanətin qaytarılması, artıq müsəlman oldu. Tustahallu bihil furuc, evlilik icazəli, bəli, indi səninlə müsəlman qadını evlənə bilər. Amma əth-thəvab aləl-iman. Lakin savab imana verilir. Savab imana aiddir. Bir növ savabı burada biz belə tərcümə etsək, kamal imana aiddir. Yəni, müsəlman olmaq bəzən kamala doğru getmək deyil. Kamal imana aiddir. Nə qədər imanlısan, bax, o imanına uyğun sən özün üçün kamallar formalaşdırırsan, yetişdirirsən və s. Hər mömin müsəlmandır, şübhəsiz. Hər mömin iman gətirən, qəlbən iman gətirən müsəlman sayılır. Çünki birinci təslim olub, sonra iman gətirib də. Amma hər müsəlman mömin sayılmaz.
Və yaxud da qəlbi belə deyim, qəlb dərəcəsində mömin deyil. Müəyyən bir əməllərdə mömin ola bilər, iman gətirə bilər, yerinə yetirə bilər. Amma o demək deyil, mütləq şəkildə mömindir. Və sonra ayədə nə gəlir? Əməlin qəbul olunmasından danışır Allah. Deyir ki, وَاِنْ تُتِعُ اللّٰهِ وَرَسُولَهِ Allaha və onun rəsuluna itaət etsəniz, لَا يَلِدْكُمْ مِنْ أَعْمَالِكُمْ شَيْئًا Allah sizin əməllərinizdən bir şey azaltmaz. Əgər itaət etsəniz, Allaha və onun Peyğəmbərinə itaət etsəniz. Burada əlaqə var, bir əlaqə var. Yəni, insanın əməlinin qəbul olunması itaətlə gerçəkləşir. Özü də deyərdim ki, bu əlaqə şərti bir əlaqə deyil. Yəni, qəbul olunma potensialına Peyğəmbərə itaət etməklə o əməl çatır. Qəbul olma potensialına. Allaha itaətivi göstərməklə qəbul olma potensialına çatır. Mənim əməlim niyə qəbul olmadı? Çünki bu məsələ şərti bir məsələ deyil. Bu məsələ elə olmalıdır ki, əməlimin qəbul olma potensialı olmalıdır, o da itaətlə formalaşır. Yəni, misal üçün, belə deyim də, məsələn, tutaq ki, mən gətirirəm, iynədir də, iynə. İynənin deşiyinə bir dənə alma istəyirəm, ora salım. Getməyəcək o. Alma böyükdür, potensialı yoxdur. O iynənin deşiyindən keçsin. Yəni, bu misal da deyirəm də, insan sanki əməli, və yaxud indi başqa bir misal deyim, indi başqa misallar da gətirməliyəm, bunu misal olaraq deyirəm. İnsan da əməli elə olmalıdır ki, qəbul olma potensialında olmalıdır. Bir şey digər şeyə keçirə bilərik, bir şey digər şeyə, məsələn, belə deyim, və yaxud da başqa misal deyim də, məsələn, bir tələbə, şagird, yaşı azdırsa, 2-də 3-də oxuyursa, o gəlib universitet oxuya bilməz. Niyə oxuya bilmədi? Qoymadılar. Yox, bu alınası iş deyil axı. Çünki onun potensialı yoxdur. Yəni, bu görürsünüz, gərək o potensial gəlib çatsın. İndi, məsələ budur ki, insan əməlinin qəbul olmasını istəyirsə, bu potensiala imanla, daha doğrusu itaətlə çata bilər. İtaətlə o əməlinin qəbul olma potensialını gerçəkləşdirə bilər. Biz hər qapıya daxil ola bilmərik. Hər qapıya daxil olmaq üçün bizim potensialımız olmalıdır, açarımız olmalıdır. O açarla qapını açsaq, daxil olaq. Mümkün deyil. Ona görə Allah deyir ki, əgər itaət etsəniz Allaha, onun rəsuluna itaət etsəniz, sizin əməlinizi Allah azaltmayacaq. Yəni, artıq o potensiala gəlib çatırsınız. 15-ci ayədə isə nə deyir Allah? 15-ci ayədə isə deyir ki, İnnəməl mu'minunəl-ləzīnə āmenu billah və rəsulih thumma ləm yərtəbu və cahadu bi əmvalihim və ənfusihim fi səbilillah ulaikə humus-sadiqun. 15-ci ayədə əməllə təsdiqdir. Əməllə təsdiq. Yəni, yaxşı, başa düşdüm. Sən başa düşdün ki, İslam nədir, iman nədir? İndi mən iman gətirirəm deyirsən. Deyirsən, mən istəyirəm biraz yuxarı gedim, iman gətirim. Deyir, yox. İndi iman gətirməyin yoxlanmalıdır. Möminsən, doğrudan iman gətirmirsən. Deyir, möminlər də, iman gətirənlər də o kəslərdir ki, Allah, məsələn, bu deyir ki, mən Allah'a demədin, Allah'a iman gətir. Mən Allah'a iman gətirdim, onun Peyğəmbərinə iman gətirdim. Deyir, yox, şübhəyə düşməyəsən. İman gətirib şübhəyə düşmürsənsə, bəli, həqiqətən də. Allah'a itaət edib, Peyğəmbərinə itaət edib, şübhəyə düşmürsənsə, həqiqətən iman gətirdin. Malını, canını qurban verə bilirsənsə Allah yolunda, bəli, onda sən düz deyirsən, düz danışansan. Humus-sadiqun. Allah gəlir yalancı iman gətirəndən digərlərini, doğru iman gətirənlər ayrı edir. Əməli olaraq ayrı edir ki, onların yolu bizə nədir? O görəcəksən ki, həqiqi iman gətirənlər, onlar öz şübhəyə düşmürlər din barəsində, Allah barəsində şübhəyə düşmürlər və öz malları ilə, öz canları ilə cihad edirlər. Allah yolunda, məsələn, cihad təkcə yəni döyüş demək deyirlər, xərcləyirlər, din yolunda xərcləyirlər. Hə, onda görəcəksən ki, bunlar doğru danışır. Belə əməllər varsa, bəli, onlar iman gətiriblər. Amma bəzən görürsən ki, biz müsəlmanıq, dini qəbul eləmişik,
Pul məsələsinə gələndə kiməsə xidmət etmək, din uğrunda məsələn xidmət etmək, fəqirdə məsələn kömək eləmək də elə din uğrunda xidmət etmək də bəzən özünə canımız sıxır. O demək ki, mən iman gətirməmişəm, əməlim yoxdur. Qəlbində iman kök salmasa bir insanın öz məşuqu yolunda nə malını verə bilər, nə canını qurban verə bilər. Bu mümkün deyil. Biz bugün bax bu ayəni tətbiq etməliyik. Tətbiq etməliyik ki, görəsən bu ayə bu günə də tətbiq olunur. Mən Allaha iman gətirmişəm, yoxsa sadəcə olaraq müsəlman olmuşam? Mən Allah yolunda xərcləyə bilirəm, qurban verə bilirəm. Allah nəsib eləsin. İnşallah elə gələn dəfə danışaram. Elə bu mövzuya da aiddir. Qurban fəlsəfəsindən danışaram. Qurban nə deməkdir? Allah yolunda qurban vermək və insan Allah yolunda qurban edəndə hansı halları keçirir? Yəni, düz demirəm, o halları açıb deyəcəm. Amma bir elmi şəkildə hansı hal da olur ki, o aram olur. Allah yolunda qurban verəndə aram olur. Elə şəxslər var ki, Allahın onlarla xüsusi imtihanı olur. Niyə? İmanın dərəcəsinə görə. O qədər iman da təşkikdir, yəni dərəcəlidir. O qədər imanı yüksəkdir ki, Allah deyir, səndən başqa işim olacaq. İndi qurban fəlsəfəsini Allah gətirir, onun üzərində tətbiq eləyir və o da razı olur. Tez İmam Hüseyin əleyhissalam dedi, İlahi, rizən bi qəzaik və təslimən li əmrik. Allah bilirdi ki, İmam Hüseyin əleyhissalam qurban fəlsəfəsini anlayır, hər şeyini qurban verə biləcək, imanın ən yüksək dərəcəsindədir, sadəcə olaraq təslim olmayıb, müsəlman olmayıb, həm də əsl mömindir. Allah bunu bilir, ona görə ondan başqa cür rəftar etdi. Qurban fəlsəfəsini tətbiq edir və bilirdi ki, sonda İmam Hüseyin gəlib ürəyi ilə deyəcək ki, İlahi, qəlbən deyəcək ki, İlahi, rizən bi qəzaik və təslimən li əmrik. Bax, belə şəxslərdir. Belə şəxs. İman bax, insan bura gəlib çatdırır ki, Allah ondan alır, deyir, rizən bi qəzaik. Əslində, Allah almır, alır, verir. Ondan alır, yaxşısını verir. İmam Hüseyindən aldı, nə verdi? Elə bir məqam əta etdi. Məsumlar dedi ki, Hüseyni bizdən də çox istəyin. Məsumlar bunu dedi. Allah gəldi, İmam Hüseyndən başqa cür rəftar etdi. Allah gəldi, İmam Hüseynin məqamını açıq-aşkar üzə çıxartdı. Nədir bu? Aldı, amma başqa bir şey verdi. Ondan da üstün bir şey verdi. Çox gözəldir. Bunu inşallah qismət olaraq danışaraq. Qurban fəlsəfəsi. Hər adam da Allah imtihan eləməyəcəyi, imanın dərəcəsinə görə imtihan eləyəcəyi. Ona görə Quran ayəsi var, iman, siz deyirsiniz ki, iman gətirdi, bununla bitdi hər şey. Yox, biz yoxlayacağıq. Hər kəs öz imanına uyğun imtihanlı olunacaq. Hər kəs öz imanına uyğun. Yüksək dərəcəli imandayıqsa, Allah məndən alacaq, daha yaxşısını verəcək. Həzrət Əyyub əleyhissalama baxırıq, imanın hansı dərəcəsində idi? Allah onun adını Quranda tərifləyərək çəkir. Hər şeyin qurban verdi. Övladın qurban verdi, ailəsin qurban verdi, mal-qarasını qurban verdi. Hər şeyini. Amma Allah axırda qaytardı. Bax, qurban fəlsəfəsi bu idi. Nə baş verir orada? Nə üçün bu şeylər? İnşallah bunu növbəti cümə xütbəsində danışacağıq. İman qəlbdə kök salmasa, şəxs öz məşuqunun yolunda mal və canını qurban verə bilməz. Ona görə də ayənin sonunda deyilir ki, Ulaika humus sadiqun. Onlar doğrudular. Bu şəxsləri görsəniz, onlar doğrudur. Bugün müsəlmanla mömini bir ölçürük bəzən. Bugün biz başa düşməliyik ki, müsəlmanla mömin, bəzən müsəlman olmaq yüksək imtiyaz sayılmır. Müsəlman olmaq imtiyaz sayılmır. Mömin başqadır. Hər adam elə gedir, məsələn, bax görürsünüz, bunları ayırt etmək lazımdır ki, dinimiz hansısa bir müsəlman pis iş görürsə, məsələn, deyir, o müsəlman deyil onda. Yox, müsəlmandır. Amma kim dedi ki, müsəlmanlıq imtiyazdır? Bunu kim dedi? Bugünkü dövrə tətbiq eləyək. Müsəlman aldatdı, müsəlman belə elədi, pulmu aldatdı, qaç. Kim dedi ki, bunu din adına yazırsan?
Kim dedi ki, din deyir ki, müsəlmanlıq imtiyazdır. İmtiyaz möminlikdir. Müsəlmanın iman həddinə çatmasıdır. Əgər bu müsəlmanın əməli yoxdursa, bil ki, o mömin deyil, iman əhli deyil. Sadəcə dildə iman gətirib. Dildə iman gətirib. Və yaxud da dildə iman gətirsə də, imanın yüksək dərəcəsində deyil bu şəxs. İndi imanın da fərqləri var da. Yüksək dərəcəsində deyil. Bu sadəcə olaraq əqli iman gətirib. Amma o təqva ki, imandan qaynaqlanır, o imandan qaynaqlanan və yaxud da belə deyim, o təqva ki, hansısa imandan, yüksək dərəcəli olan imandan qaynaqlanır, o imandan yoxdur. Sən baxmalısan ki, bu şəxs imanlıdır və ondan təqva qaynaqlanır. Təqva qaynaqlanırsa, təqva gördünsə, bil ki, onun imanı var. Elə bir həddə çatmalıdır ki, müsəlman təqva qaynaqlansın, iman gətirsin, ondan təqva qaynaqlansın. Amma o demək deyil ki, hər müsəlman elə onda təqva var. Yox, hələ bir iman coşmalıdır. İman bir ağacdır, təqva da onun budaqlarıdır. Bu olmalıdır. Bugün biz gəlib bütün müsəlmanları yaxşı bilək, belə bir şey yoxdur. Pis müsəlman da var, yaxşı müsəlman da var. Bugün biz hər şey imanla ölçməliyik və bugün dində qalmaq da elə imanlandır. Gəlirlər dinə və yaxud da gəlirik dinə, qala bilmirik dində. Maraqsız olur, səbrimiz tükənir. Allah deyir, get. Deyir, elə belə də olmalıydı, nə gözləyirsən sən? Müsəlman olmaq da elə kifayətdir. Yox, mən dində iman tələb edirəm. Mənim dinim, sənə göndərdiyim din iman tələb olunur. Qalmaq üçün iman lazımdır. Gözəl həyat yaşamaq üçün iman lazımdır. Görün, Peyğəmbər necə gözəl yaşayırdı. Əşrəfun nas. Həqiqətən Peyğəmbər çox dəhşət idi. Nələr elədilər Peyğəmbərin başına, nələr gətirdilər, dönmədi. Nələr təklif etdilər, dönmədi. Peyğəmbərə elə bir iş gördülər, başına elə bir iş gətirdilər, bəlkə biz olsaydıq tez dönərdik. Peyğəmbər dönmədi və bugün İslam dini, bəzən məsələn deyirlər ki, İslam dini belə yox. İslam dininin bugün məşhur olması, yayılması, dünyada yayılması, müsəlmanların olması səbəb nədir? Səbəb Peyğəmbərin o imanının şiddəti idi. Peyğəmbərin imanının şiddəti o İslamı yaydı. Peyğəmbərin imanının şiddəti yaymasaydı, din belə insanlar üçün çox da maraqlı olmayacaqdı. Bir istilik var idi Peyğəmbərin imanında. Bir hərarət var idi ki, insanlar baxırdılar ki, bu dində nəsə bir hərarət var. Bu din ki, bugün gəlib çatıb, kim ki çatdırıb, yəni Həzrət Peyğəmbər çatdırıb, o alovlanırdı. Qəlbi Allah eşqi ilə alovlanırdı, yanırdı. Hərarətlə, sevərək, itaət edərək gözəl şəkildə çatdırdı və insanların marağına səbəb olur bunlar. Allah bizləri Peyğəmbərin əsl ümmətindən qərar versin inşallah. Allahumma inna nəs'əluka və nəd'uk bismikəl azim, əl-azam, əl-azzil, əcəl-əkrəm və bi Muhammedin və alihi tahirin. Ya Allah, 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 ya Allah. İlahəllərimizi naümid qaytarma. Amin deyən dillərimizi lal öldürmə. Bağışlamamış bizləri qəbr evinə göndərmə. Qəbrimizin ilk gecəsində Mövla Əli əleyhissalamı başımızın üzərində hazır elə. Dünya və axirət bizləri Peyğəmbər və Əhl-i Beytindən ayrı salma. Dünyada Peyğəmbər və Əhl-i Beytin ziyarətin, qiyamətdə şəfaətlərini bizlərə nəsib elə. Cümə günündə qılınan cümə namazları, edilən duaları ali dərəcədə qəbul elə. Bütün müsəlmanların qəlbinə əsl imanı nəsib elə. İlahi, bizi bir-birimizə daha da mehriban elə. Xəstə olanlar var, xəstələrə tezliklə şəfa ver. Çətinlikdə olanlar var, o çətinlikdə olanlara tezliklə asanlıq ver. İlahi, şəhidlərimizi Kərbəla şəhidlərinə məşhur elə. Qazilərimizi, tezliklə qazilərimizə şəfa ver. Onların valideynlərinə səbir, inayət elə. Xocalı soyqırımı oldu. Xocalı soyqırımında şəhid olanların ruhun uca elə, onların ruhun bizlərə duası qərar ver. İlahi, düşmənlərimizi zəlil məhv nabud elə. İlahi, İmam Zaman əleyhissalamın zuhrunu tez elə, ağanın qəlbimizdən razı və xoşnud elə. Bu ayda tutulan oruclarımızı ali dərəcədə qəbul elə, bizləri bu ayın hörmətinə əsl bəndələrindən qərar ver.
حق محمد وآله وبحق السورة المباركة الفاتحة مع الصلوات. اللهم صل على محمد وآل محمد وعجل فرجه.